Salam, mən Aysu Məmmədova. Artıq Power BI dərslərinə keçid edirik və bu hissədə sizə Power BI-də dashboard necə qurulur, hansı formada dizayn edə bilərsiniz, əlaqələri necə qura bilərsiniz, bundan danışacağam. Gördüyünüz kimi ekranda hər hansısa bir internetdən yüklədiyim bir dashboard nümunəsi var. Öz hər hansısa bir dashboardumu sizə hal-hazırda göstərə bilmərəm. Bunun üçün üzrlü sayın, çünki mənim qurduğum dashboardlar şirkət məlumatlarını yansıtdığı üçün, şirkətlərin daha doğrusu bir şirkət deyil, bir çox dashboardlar qurmuşam bu günə qədər və fərqli-fərqli mövzularda olub. Ona görə də bu məlumatları sizinlə əks elətdirə bilmərəm konfidensial olduğu üçün. Ona görə də internetdən götürdüyüm hər hansısa bir görsəl üzərindən birinci nümunə olaraq baxaq ki, burada bizə əslində dashboard nəyi demək istəyir? Gördüyünüz kimi YouTube-la bağlı, hər hansısa bir YouTube kanalı ilə bağlı analitik bir dashboarddur və çox sadə əslində, yəni baxılanda çox sadə olan bir dashboarddur. Yəni burada abunə sayı var, video sayı var, toplam baxış sayı var, hansı ki bunlar kart olaraq əlavə olunub. Daha sonra biz donut chart görürük burada və bunları da daha sonrasında necə qurulur bu formada izah eləyəcəm sizə. Kateqoriyalar üzrə ümumi şərhlər, bəyənilər, dislikelar və paylaşımlar hər biri qeyd olunmuşdur. Və biz burada area chart görürük və aylar üzrə toplam baxış sayı bu korичневый rəngdə olan area ilə görsənilib və video bəyəniləri burada əlavə olunmuşdur. Digər areada da bunu görə bilərsiniz. Və burada ən çox baxış alan videoları siz burada görə bilərsiniz, əks olunub və bu hissədə isə table olaraq qoyulub ki, həftənin günlərinə görə və aylar üzrə nə vaxt ki, sən paylaşım edə bilərsən. Bu formada məlumatlar əks olunmuşdur və gördüyünüz kimi dashboardumuzda deməli slicer olaraq filtrlardan istifadə olunmuşdur və dashboardumuz özü əslində 3 hissədən ibarətdir. Bunu da button olaraq əlavə ediblər. İndi isə proqrama necə keçid alınır, nəyi istifadə eləyəcəyik, bunlardan danışacağam sizlərə. Deməli, bizim istifadə edəcəyimiz Power BI desktop hissəsi olacaq. Ümumiyyətlə, Power BI özü 2 hissəyə bölünür, desktop və servis hissəsi. Yəni, mənim danışacağım hissələr bu ikisidir. Desktop hissəsində siz hər hansısa bir dashboardu yarada bilərsiniz, DAX formulalar, yəni əlavə edə bilərsiniz, bir çox əməliyyatları apara bilərsiniz. Power BI servis isə sırf həmin dashboardu siz paylaşırsınız, məsələn, rəhbərlik ona baxmaq istəyir. Bu formada, yəni paylaşmaq üçün istifadə olunan bir tooldur. Ümumiyyətlə gördüyünüz kimi proqram bu formada açılır. Sizdə ola bilər biraz fərqli açılsın, yüklədiyiniz versiyadan asılıdır. Əslində açığı məndəki versiyanın hansı olduğunu burada sizə göstərə bilərəm. Noyabr 2025-ci il. Deməli, Power BI özü Microsoft şirkətinin bir proqramıdır və çox rahatlıqla dashboard dizaynı üçün istifadə olunur və bundan əlavə də Tableau mövcuddur, Qlik var və sair dashboard üçün proqramlar var. Amma mənə görə ən ideal, ən rahat başa düşülən Power BI-dir və əslində Tableau-ya başlayanlar da məsələn Tableau-nu tutaq ki, üstünlüyü verə bilər. Amma Azərbaycan bazarında götürsək, ümumiyyətlə xarici bazarda da Power BI həqiqətən çox istifadə olunur və siz Power BI-yi ümumiyyətlə bilsəz, digər proqramlara da çox rahat bir şəkildə keçid eləyə bilərsiniz. Ona görə də vakansiyalarda qeyd olunur Power BI-mı və ya Python, daha doğrusu Power BI və ya Tableau bilənlər üstünlükdür və sair və yaxud bilməyi mütləqdir. Bu formada qeyd olunur. Yəni və ya sözü qeyd olunur. Hər ikisini də sizdən bilməyiniz xahiş olunmur. Mən özüm şəxsən Tableau-nu da bilirəm, amma ilk növbədə öyrəndiyim proqram Power BI olub və həqiqətən də çox rahat bir proqramdır. İndi özünüz görəcəksiniz zamanla.
Deməli, mən sizi ümumiyyətlə interfeysdən tanış eləmək istəyirəm. Burada gördüyünüz kimi biraz bu hissəsi Excel-in özünə bənzəyir. Çünki Microsoft-un yaratdığı bir proqram olduğu üçün, ümumiyyətlə proqramların dizaynını bir-birinə oxşatmağı seçib. Emm, Bu hissədə Home, hissəsində bunlara biz ayrı-ayrı baxarıq. Insert nəyisə əlavə etməkdir. Modeling hissəsi, buna da baxacağıq. Görünüşdə necə, nələr qura bilərsiz və sair. Bunların hər birinə, baxacağıq növbəti videolarda. Və, burda siz, ümumiyyətlə bu formada mən bağlasam, deməli, siz ümumi, işləyəcəyiniz hissə dashboardda bu hissə olacaq. Yəni siz ümumi bu hissə üzərində işləyəcəksiniz və, deməli, bu hissədə bizim, datamız yerləşəcək. Datanı import etdikdən sonra məlumatlar zətən burada əks olunacaq, onu da sizə göstərəcəm. Vizuallar olan hissələr bunlardır. Ümumi Power BI-nin özündə yüklənili halda olan vizuallar bunlardır. Lakin siz əlavə vizuallar da bura əlavə edə bilərsiniz. Və filtrlar, siz hər hansısa bir, bura chart əlavə etdikcə burada hər hansısa bir filtrlar, tətbiq edə bilərsiniz. Çox sadədir. Və ümumiyyətlə gördüyünüz kimi bizdə bir dənə sheet var. Excel-ə bənzəyir təbii ki və, bir dənə sheet-dən ibarətdir hal-hazırda və mən üstəgəl işarəsini vurmaqla ikinci sheet-i yarada bilərəm və eyni şəkildə sağ düyməni vuraraq, duplicate bunu klik etsəm, kopyalayır səhifəni və üçüncü bir sheet artıq yaranmış oldu. Bu formada, yəni yeni sheet-lər də əlavə edə bilərsiniz. Deməli, mən əsas bu hissələrdən danışmaq istəyirəm. Table view, bura hər hansı bir data əlavə etdikdə sizdə cədvəl olaraq burada görsənəcək. Növbəti dərslərdə bunu izah edəcəm. Model view sizin xatırlayırsınızsa SQL dərslərimizdən mən bir HR cədvəli göstərmişdim. Hansı ki, o cədvəllər bir-biri ilə relational olaraq asılı idi. Və bizim də burada edəcəyimiz məntiq əslində bu üzrə işləyir və biz əlaqələrimizi bu hissədən qura bilərik. Daha sonrasında DAX hissəsidir. Çox rahatdır. Yəni bu hissə isə heç əslində sizə lazım olmayacaq bir hissədir. Ona görə də bu hissə barədə danışmayacağam ümumiyyətlə. Deməli, biz artıq ümumi Power BI anlayışlarından məlumatımız oldu. Növbəti hissələrdə isə dashboard necə qurulur, ümumiyyətlə datanı ilk növbədə bura necə yükləyə bilərsiniz, bu barədə danışacağıq. İzlədiyiniz üçün təşəkkür edirəm.